Salam millət. Demişdim ki, Market Maker modelinin nəzəriyyə hissəsini bitirdikdən sonra praktika hissəsinə fokuslanacağıq. Bugünkü dərsimizin mövzusu Market Maker modelinin praktikası. Artıq biz nəzəriyyə hissəsini bitirmişik. Nəzəriyyə hissədə nə olduğunu aydın şəkildə bilirik. İndi praktikasına fokuslanacağıq. Siz orada demişdiniz ki, Liquidity Sweep nədir, onu bilmirik. Turtle Sweep nədir, onu bilmirik. Onun haqqında da bir video çəkdim. İndi hal-hazırda praktikasına edəcəyik. Və bundan sonra da bir dərsimiz artıq qalıb və ümumi bir yekun edəcəyik. Yekundan sonra da keçəcəyik digər bölməyə. Əslində storyda paylaşmışdım. Müəyyən fikirlərinizi almışam. Video dərslikləri hansı olsun, amma hal-hazırda açıq öz planım var. Öz planımla onları birləşdirməyə çalışacağam. İndi hal-hazırdakı planım kvartira teorisidir. Kvartira teorisi bitdikdən sonra da fokuslanacağım yəqin ki, Forex və yaxud da qızıla ən çox. Tamam. İndi hal-hazırda Nasdaq üzərində alacağımız əməliyyatlar ki, dediyim kimi bu Power of 3-yə fokuslanmışıq. Hələ ki Power of 3-ni bitirməmişik. Power of 3-ni bitirməyimizə yəni uzun bir yolumuz var və bütün mərhələ bitdikdən sonra bir yekun da eləyəcəyik. Yekunda artıq sırf əməliyyata necə girmək lazımdır. Onların hamısına baxacağıq. Gördüyünüz kimi bütün mövzular burada, bütün nə keçmişəm onlarınca danışıram. Yəni heç bir əlavə məlumata keçməyə çalışmıram. Burada gördüyünüz kimi Market Maker Buy modelinin bir qrafik var. Burada orijinal konsolidasiyadır. Buranı artıq bilirsiniz. Bura akkumulasiya 1-dir, akkumulasiya 2-dir. Demişdik ki, Market Maker modeli yaranması üçün market orijinal konsolidasiyada bir olmalı. Sonra akkumulasiya eləməli. Sonra digər bir akkumulasiya eləməli. Burada minimum 2 akkumulasiyadır, 3 də ola bilər. Minimum 2 akkumulasiya eləməli. Sonra high time frame-də təsdiqin verən zaman dilimindəki olan önəmli səviyyədən reaksiya almalı və aşağıda nə etməlidir? Reversal Smart Money Reversal bölməsində burada etməli olduğu liquidity təmizlənməsi. Sonra burada qırılım gələ bilər. Burada MSS, BOS və yaxud da qırılım yazmışam. Bunu bu şəkildə MSS videosunu paylaşmamışam. Ona görə bunu izah edirəm. BOS-la arasındakı fərq, deyirəm ki, BOS nə idi? Düşən zamanı yaranan qırılımlar, yəni trendin davam ediciliyin. MSS isə Market Structure Shift, strukturun qırılması, artıq strukturun dönməsi deməkdir. MSS burada, yəni market düşürdü, düzdürmü? Burada yaranan ilk qırılma, yəni ilk qırılma artıq olur MSS. Bitdi. Çox da dərin mövzu deyil. Amma ehtiyac olarsa yorumlarda yazın. MSS-ə aid düzdür, yeni yazmışdınız, amma düşünürəm ki, burada tam aydındır açığı. Yox, desəz ki, yox, ehtiyac varmı? Desəniz paylaşaram, problem deyil. Və yaxud da qırılım yazmışam. Yəni, nəticə olaraq buradakı qırılma. Swing high bölgəsinin bədənlə qırılması. Aha. Burada önəmli səviyyə. High time frame-də blok ola bilər, FVG ola bilər, external range liquidity-miz ola bilər. Yəni, önəmli bir səviyyədən reaksiya aldıqdan sonra verdiyi buradakı situasiyadan əməliyyata daxil oluruq. Aha. Bura qədər hər şey aydınsa, keçək bir-bir digərlərinə baxaq. Burada qızıl üzərinə baxacağıq. Market orijinal bir konsolidasiya eləyib. Orijinal bir konsolidasiyadan sonra düşüş eləyib. Düşüşdə burada bir akkumulasiya baş verib. Akkumulasiya 1 tamamlandı, düzdürmü? Bizə nə lazım idi? Demişdik ki, ikinci bir akkumulyasiya da gəlməlidir. Burada akkumulyasiya baş verdi və demişdik ki, market önəmli bir səviyyədə likvidity təmizləməsi eləməlidir və oradan qırılım verdikdən sonra əməliyyata daxil ola bilərik. Baxırıq, market haradadır? High time frame-də biz 5M-də baxırıq, düzdürmü? High time frame-də önəmli bir səviyyədədir. Bu zaman dilimindən keçirik təsdiqin verən zaman diliminə. Burada 5 dəqiqə, 1 saatlığın təsdiqini verən 5 dəqiqədir, 3 dəqiqə də istifadə edə bilərik, amma əsasən 5 dəqiqədir. Burada baxırıq, bir liquidity təmizləməsi olub, düzdürmü burada? Olduqdan sonra market yuxarı yönlü bir qırılma verib, burada blok yaradıb, düzdür. Bizə lazımdır market structure shift, buranın qırılması, bu daha güvənlidir. Bu hissə qırıldıqda artıq MSS yaranmış olur. Market structure shift gəlir, yaxud da dediyim kimi qırılma gəlir. Qırılma gəldikdən sonra buranı BOS adlandıra bilərsiniz. Əsas məntiqin başa düşmənizdir. Terminlərdə ola bilər, fərqli olsun. Burada inversion gələ bilər. FVG, IFVG çevrilə bilər. İzləyirik. Yəni bir qırılma olması çox vacibdir. Tamam, qırılma gəldi mi? Burada. Gəldikdən sonra market structure shift gəldi. Smart money-nin döndüyünü artıq qəbul etdiyi ki, market burada döndü. Gəlin bura, yaxından baxaq. Dediyim kimi, burada nə baş verdi? Market akkumulasiyanı bitirdi. Artıq burada dönmə hərəkətinə başladı. Burada market önəmli bir səviyyədə, bax, boş bir yerdə eləməyib, çox vacib bir səviyyədə liquidity təmizləməsi etdikdən sonra burada bir yuxarı yönlü qırılma verdi. Market structure shift. Düzdür, mən şəxsən özüm istifadə edən zamanı, mən bloklardan açığı yetərlidir mənim üçün. Qırılım gəlməsini çox da gözləmirəm. Amma qaydaya uyğun, dediyim kimi, yəni burada ICT qırılımı mütləq yəni deyir ki, olmalıdır.
Ona görə deyirəm ki, hər zaman ana qaynaqdan mütləq ki, istifadə edirəm. Çünki mən bəzən çox-çoxunu kəsirəm. Çünki özüm fərqli istifadə edirəm bəzən. Ona görə bəzi yerləri kəsirəm. Amma ana qaynaq ən vacib olan oradır. Çünki yəni buranın, bu terminologiyanın deyirəm ki, yaranma yeri oradır. Yəni oradan öyrənməyiniz daha idealdır. Aha, burada market structure shift gəldikdən sonra əməliyyata daxil ola bilərik. Hardan? Burada baxırıq, bir blokumuz var, amma bu blok doldurulub. Burada bir blokumuz var, burada bir FVC-miz var. Yəni artıq burada əməliyyata daxil ola bilərsiniz. Mən düşünürəm ki, bu qalxışın discountuna gələcək. Discountun bloka düşür. Bu blokdan əməliyyata daxil olmaq olar. Yaxud da FVC-dən əməliyyata daxil olmaz. Olar, seçim sizin. Əsas burada mövzu ki, bloka gəldi. Discount'a düşdüyü üçün bu blokdan əməliyyata daxil olduq. Bu şəkildə. Stopumuz isə burada. Hədəfimiz nə demişdik? Demişdik ki, birbaşa orijinal konsolidasiyanın hayına qədər tuta bilərik. Bura qədər hədəfləyirik. Bu şəkildə. Amma dediyim kimi, mənim tövsiyəm olar ki, minimum 2-3 ağınızı alıb, nağd əməliyyatınızı təsdiqləyəsiniz. Burada risk management dərsimiz olacaq. Orada açıqlı izah edəcəm. Amma deyirəm ki, burada düşünün ki, 100 dolarla daxil olacaqsınız. Bunu bölürsünüz 50 dolara, 50-50. Burada artıq 50 dolarla, yəni 50-50, nəticə olaraq 100 dolarla daxil olursunuz. Target 1-iniz olur 3 arda. Target 2-niz olur artıq, deyirəm ki, orijinal konsolidasiyanın hayında. Artıq target 1-i təsdiqlədikdən sonra, yəni 3 arda aldıqdan sonra, burada rahat oluruq ki, biz onsuz da minimum 3 ar profitdəyik, düzdürmü? Stop enter edirik və sərbəst buraxırıq. Digər take profit olsa əla, olmasa da minimum 3 ar profitdə bağlamış oluruq. Bu şəkildə market artıq qalxış istiqamətinə davam edir. Belə bir əməliyyat dəyərləndirə bilərik. Burada dediyim kimi, diqqət eləməli olduğunuz əsas mövzular buradakı situasiyalardır. Yəni, orijinal konsolidasiya olmalı, akkumulasiya 1 olmalı, akkumulasiya 2 olmalı, liquidity təmizlənməsi, sonraki qırılım və önəmli bir səviyyədən dönməsi. Yəni, ən vacib olan situasiya budur. Market boş bir yerdə bunu aktivləşdirməlidir. Önəmli bir səviyyə. Bu ola bilər, high time frame-də FVG ola bilər, discount-dakı və yaxud da premium-dakı, yəni burada qalxış və yaxud da düşüş yönlü istiqamətində dəyişir. Ona görə premium discount-u izləməyinizi tövsiyə edirəm videosun. Premiumda olan və yaxud discount olan FVG-dən, blokdan reaksiya alıb artıq dönməsin. Keçək Nasdaq-da bir nümunəmizə baxaq. Burada market yenə orijinal konsolidasiya eləyib, sonra akkumulasiya 1, akkumulasiya 2 elədikdən sonra burada artıq keçirik saatlı qrafikdə idi bu, düzdürmü? Aha, baxaq. Saatlı qrafikdə market external range liquidity təmizləyib, burada gördüyümüz kimi. Xarici likvidliyi təmizləyib. Xarici likvidliyi təmizləndikdən sonra ki, biası necə təyin edirəm videosunda var, izah etmişəm. Hədəfləyirik biz aşağı zaman dilimini, üzr istəyirəm, daha doğrusu yəni internal range likvidliyi. Tamam, baxırıq burada orijinal konsolidasiyamız var. Akkumulasiya 1-imiz var, akkumulasiya 2-miz var. Və burada nə etməliyik? Artıq biz əməliyyata daxil olmağımız üçün marketdə önəmli səviyyədədir hal-hazırda, ERL-dədir. Burada gördüyünüz kimi external range liquidity-dədir. Buradan dönüş gözləyirik. Bizə lazım olacaq situasiya liquidity təmizləməsi olmaydı və bir qırılım. Burada 2 qırılım var. Bir burada qırılım ola bilər. Buranı da qırılım olaraq saya bilərik. Bir də burada qırılım ola bilər. Mən buradakı qırılım açığı riskli görürəm. Çünki market diskant bölgədən qırılma verməyib. Yəni diskant bölgəyə gəlmədən olan bir swingdən. Bu swing fake out da ola bilər. Buranın qırılması. Amma bu swing bu şəkildə düşsəydi və buradan aşağı yönlü qırılsaydı çox gözəl olardı. Bunu daha səliqəli çəkim. Deyirəm ki, bu swing bu şəkildədir. Buradan aşağı yönlü qırılma olsaydı, yəni buranın qırılması olsaydı daha gözəl olardı. Çünki orada artıq diskantdakı swing olacaqdı və o swing daha dəyərlidir. Buradakı swingin bizim üçün o qədər də önəmi yoxdur. Amma qırılma gəldikdən sonra buradan əməliyyatı dəyərləndirə bilərik. Yaxud da ki, riski olmasa, buradakı əməliyyatı qaçırmamaq adına buradan daxil ola bilərik. Qaçırmaq riskini alıb daha save əməliyyata girmək üçün buradakı qırılımda gözləyə bilərsiniz. Seçim sizin. Dediyim kimi, mən özüm şəxsən burada blokdan birbaşa liquidity olduqdan sonra blokdan əməliyyata daxil oluram. MSS və yaxud da qırılma gözləmirəm deyə seçim sizin. Burada hardan daxil ola bilərik? Bu düşüşün. Yenə premium diskantını çəkirik, yaxud da bu düşüşün premium diskantını çəkirik. Görürük ki, yuxarıda bloklarımız var. Yəni, bu istənilən buradakı məsafələrdən daxil ola bilərik. Yaxud da ki, bunları hamısını sadəcə deyirəm. Yəni, sizin necə istifadə edəcəyiniz təbii ki, sizə qalır. Burada optimal trade enter'ını çəkə bilərsiniz. Bu fərqlidir. Bizdə saniyə. Düzmü çəkdim? Düz çəkdim.
Optimal Trade Entry-dən Optimal Trade Entry-dən də əməliyyat ala bilərsiniz. Seçim sizin. Optimal Trade Entry videosunda izləmişsiniz yəqin ki. Ya da bu blokdan ki, blok çox gözə görsənir. Buradakı blokdan əməliyyatımızı dəyərləndirə bilərik bədənindən. Əməliyyata daxil olub stopumuzu string high-a qoya bilərik. Hədəfimiz isə yenə dediyim kimi orijinal konsolidasiyanın logo. Bu şəkildə əməliyyatımızı dəyərləndirə bilərik. Take profitimizi aldıq. Tamamdır millət. Praktikası bu qədər. Sizin burayla bağlı suallarınız varsa, mütləqdir ki, yazın. Sonra əlavə mövzular varsa, görmək istədiyiniz mövzular varsa, mütləqdir ki, yazın. Bir-bir hamısını baxacaq inşallah. Sağ olun millət. Allah amanında.